Gel, etdik. Salam dəyərli izləyicilər, sizi Maya Business layihəmizdən salamlayırıq. Webmaster olaraq qərara gəldik ki, hər həftə keçirilən sahə baxışlarımızı sizə video formatda təqdim edək. Bugünkü mövzumuz qapı və pəncərələrin dünya və Avropa standartlarına uyğun olaraq necə montaj olunduğunu, həmçinin qapı və pəncərə kənarında izolyasiyaların doğru tətbiqini göstərməkdir. Gördüyünüz kimi, artıq pəncərədə membran işini bitirdikdən sonra növbəti mərhələ breketlərin bağlanmasıdır. Bu breketləri biz xüsusi hər pəncərəyə uyğun hazırlayırıq. Məqsədimiz isə pəncərəni iç tərəfdən zədələmədən çöl hissədən montaj etməkdir. Növbəti mərhələ isə artıq pəncərənin montaj olmasıdır. Gördüyünüz kimi biz artıq pəncərənin mexaniki montajını tamamladıq. Artıq növbəti mərhələ pəncərə kənarı izolyasiyanın işlənməsidir. İstifadə etdiyimiz membranlar İlbruk Almaniya istehsal membranıdır və iki tərəfli yapışqanlıdır. Membranın bir tərəfdən iç hissədən pəncərəyə yapışdırılır. Digər çöl tərəfdən isə artıq suvaq olunmuş divarın səthi təmizlənərək qumlardan membranın qoruyucu bantları açılaraq yapışdırılır divara. Artıq izolyasiyası olunan pəncərəmizin növbəti mərhələdə köpük işi görülür. Gördüyünüz kimi biz köpüklərdə də Almaniya markası olan İlbrukdan istifadə edirik. Gördüyünüz kimi montaj prosesi artıq yekunlaşdı. Növbəti mərhələdə isə şüşələr quraşdırılacaq. Siz də əgər keyfiyyətli qapı və pəncərə sistemləri axtarışındasınızsa bizimlə əlaqə saxlayın.